İsmail'in güya Şeyx Heydərin oğlu olmaması, bu heç bir mənbədə belə bir şey yox. Ağqoyun sülaləsindən olan adamlar hələ də var. Türkiyədə xüsusən də hələ də öz varlıqlarını sürdürürlər bu adamlar. Yəni Ağqoyun sülaləsinə tamamilə son verilməsi əvvəla yanlış bir fikirdir. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadə kanalında xoş gördük. Bu günləri mən Samir Bəşirli və Tarix Hasan İzadə kanalında sizi yeni bir rubrika ilə salamlayıram. Rubrikamızın adı Alternativ Tarix adlanacaq və bu rubrika üzrə bizim ilk qonağımız tarixçi alim, Səfəvişünas, Kastamonu Universitetinin tarix bölümünün professoru, tarix üzrə fəlsəfə doktoru Namiq Musallıdır. Namiq müəllim, xoş gördük sizi. Xoş gördük Samir bəy. Mən özüm sizlə bir dəfə görüşəndə də demişdim, mən sizin fanatınızam həqiqətən də, sizin bu elmi yanaşmanız. Çox şadam ki, sizlə bu müsahibəni biz götürürük. Xüsusilə də Səfəvilər mövzusu ilə bağlı bu günləri ictimaiyyətdə çoxlu suallar var. Bəzi adamlar zaman-zaman çıxır, Şah İsmayılla bağlı, Səfəvilərlə bağlı müxtəlif iddialar irəli sürürlər. Mən açığı nədən yanayam Namiq müəllim? Mən ondan yanayam ki, nə varsa tarix o cür deyilsin. Ümumiyyətlə tarixçinin milliyyəti olmamalıdır. Tarixçi mənim şəxsi fikrim budur və sizin də açığı məqalələrinizdən, əsərlərinizdən oxuyanda da mən bunu hiss edirəm. Yəni nəyi varsa onu da demək lazımdır. Amma həqiqəti demək lazımdır ki, məsələn, qərəz güdüb, iftira ilə nəyisə iddia irəli sürmək lazım deyil. Və mən sizdə də açıq görürəm ki, siz obyektiv şəkildə yanaşırsınız və ona görə də sizdən istəyirəm ki, bu günləri Səfəvilərlə bağlı bizim sizə çox çətin suallarımız olacaq. İstəyirəm ki, ona bir Səfəvilər dövlətinin varisi kimi yox, sadəcə bir tarixçi, bir araşdırmacı kimi cavab verəsiniz və əminəm ki, bunu da edəcəksiniz. Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri nədir? Ümumiyyətcə Azərbaycan dövləti saymaq olarmı Səfəvilər dövlətini? Çox sağ olun Samir müəllim. Əvvəla mən izləyiciləri salamlayıram. Hər vaxtınız xeyir olsun. Səfəvi tarixi ilə əlaqədar müxtəlif fikirlərin səslənməsi, müxtəlif məlumatların önə sürülməsi, bunların arasında yanlış məlumatlar da ola bilər, həqiqətə uyğun məlumatlar da ola bilər. Və ümumiyyətlə Səfəvi tarixi ətrafında müzakirələrin aparılması bu xanədanın və onun qurduğu dövlətin həqiqətən də tariximizdə çox əhəmiyyətli bir yer tutmasına əlaqədardır. Əgər əhəmiyyətsiz bir hadisə olsaydı bu, onda heç bu qədər müzakirə edilməzdi. Bir dəfə həmkarlarımızdan biri, adını doğrulamayacağım, mənə dedi ki, bilirsənmi, Türkmənistanda Səfəvi irsini sahiblənirlər. Səfəvilərin, bəli, Səfəvilərin Türkmən imperiyası olduğunu deyirlər, belə onun haqqında orada yazırlar və s. Və bunu öz etirazını ifadə etdi. Mən də həmin şəxsə dedim ki, sən ondan mı məmnun olarsan ki, hamı Səfəvilərə nifrət etsin? Yəni, əgər Türkmənlər də bu mirası sahiblənirlərsə, bugün məsələn, deyək ki, Türkiyədə bir il bundan əvvəl iyun ayında Şah İsmailin vəfatının 500 illiyi münasibəti ilə Ərzincanda Mədəniyyət Nazirliyi səviyyəsində möhtəşəm bir simpozium düzənləndi. Yəni, burada Amerikadan, Avropadan, Azərbaycandan, Orta Asiyadan, İrandan, Türkiyənin müxtəlif universitetlərindən onlarla alim iştirak. Türkiyə Mədəniyyət Nazirliyinin himayəsində oldu, yəni bu. Türkiyədə də bilirsiniz ki, müəyyən zümrələr Şah İsmaili çox sevirlər, onun şeirlərini oxuyurlar, onun mirasına sahiblənirlər və s. Mən şəxsi fikrim bundan ibarətdir ki, nə qədər çox ölkədə bu Səfəvilərin önəmi vurğulansa, Səfəvilərin tarixdəki izi araşdırılsa, onların tarixdə sahib olduqları miras öyrənilsə və bu sahiblənilsə, bu əlbəttə ki, Azərbaycan üçün də faydalıdır. Niyə? Çünki Səfəvi imperiyası yarandığı vaxtdan etibarən Səfəvilərin mərkəzi Azərbaycandır. Şah İsmail Xətai öz şeirlərini Azərbaycan türkçəsində hazırlayıb və bunu bu şəkildə də ifadə edir. Səfəvi sarayında Azərbaycan türkçəsi ümumiyyətlə dövlətin yarandığı andan etibarən sübutuna varındığı qədər ən önəmli dil olub. Həm də orduda, silahlı qüvvələrdə eyni zamanda. Və bu o dövrün mənbələrində də təbii ki, əks olub. Yəni, məsələn, Azərbaycan səltənəti sözü o dövrün əksər mənbələrində var. Xüsusən də Şah İsmailin hakimiyyət illərindən söz açılarkən mənbələrin əksəriyyəti Azərbaycan səltənət nə deməkdir? Sultanlıq, yəni səltənət sözü sultan sözündən
formalaşıb. Ərəbcə bir sözdür. Azərbaycan səltənəti nə deməkdir? Azərbaycan dövləti anlamındadır. Və o dövrün də mənbələrində bu cür ifadələr var. Bundan əlavə mən sizə bunu deyim ki, burada ən böyük yanlışlığı nədir? Məsələn, biz ayırırıq ki, filan dövlət İrandır, filan dövlət Azərbaycandır, filan dövlət Özbəkistandır, filan dövlət Hindistandır. Biz bunu 20-ci əsrdə formalaşan siyasi sərhədlər üzərindən 16-cı əsrə almaq istəyirik. Bu özü yanlış bir şeydir. Çünki 16-cı əsrdə bizim 21-ci əsrdəki etnosiyasi anlayışlar o dövrdə mövcud olunmu? Xeyr. Ağqoyunlu Osmanlı münaqişəsindən etibarən, həm bu münaqişənin ərəfəsindədir, bu münaqişə zamanında və ondan sonraki illərdə və daha sonra isə Səfəvilər zamanında Avropalı elçilər və səyyahlar sürəkli olaraq Azərbaycana səyahət etdilər. Burada əvvəlcə Ağqoyunlularla, daha sonra isə Səfəvilərlə birlikdə Osmanlı əleyhinə ittifaqların qurulması və s. O illərdə əlbəttə ki, Avropalılar şərqi anlamaq istəyirdilər. O illərdə Avropada bilirsiniz ki, etnik elementlər üzərindən dövlətlər formalaşmışdı. Məsələn, İngiltərə. Məsələn, Fransa, İspaniya, milli dövlət, bəli, və s. Yəni bunların Macaristan, Polşa və s. Yəni bunların siyasını təbii ki, uzada da bilərik. Məsələn, fransızların kompakt şəkildə mövcud olduqları ərazidə yaranan dövlət Fransa adlanır. İngilislərin kompakt şəkildə var olduqları ərazidəki ölkə İngiltərə alır və s. Yəni burada Avropanın özünə məxsus bir etnosiyasi mühit formalaşmışdır. Avropalılar o anlayışla eyni zamanda da şərqi anlamaq istəyirdilər. Türkiyə, Persiya, Tatariya, Özbəklərə deyirdilər, Tatariya və s. Yəni burada da bir özləri üçün etnik siyasi sərhədlər formalaşdırmaq istəyirdilər. Bu yanlış bir şeydir. Özdə Ptolemeyin xəritəsi əsasında. Bəli, çünki coğrafiya elmi orta əsrlərin tarix elmi ilə müqayisədə çox mühafizəkar bir elmdir. Çünki tarixdə sürəkli olaraq, məsələn, hər hansı bir hökmdar ölürdü, onun yerinə ayrı bir hökmdar alırdı, hər hansı bir xanədan süqut edirdi, onun yerinə ayrı bir xanədan alırdı. Tarixə münasibət müxtəlif zamanlar içində fərqlənirdi. Yəni bir-birindən fərqlilik ərz edir. Coğrafiya elmi haqqında eyni şey deyə bilərikmi? Xeyr. Məsələn, müəyyən şəhərlər var, bir çay axı, dağ var və s. Bu yüzillər boyunca eyni şəkildə varlığını sürdürür. O yüzden də orta əsrlərdə Rənesans mədəniyyəti illərində şərqə səyahət edən Avropalılar, əlbəttə ki, bunlar özlərini antik mədəniyyətin varisləri sayırdılar və antik mədəniyyətin mirasını da yenidən ihya eləmək istəyirdilər. Bu anlamda da antik zamanlarda var olan, məsələn, şərqdə Suriyə sözü unudulmuşdur Müsəlman aləmində. Şam. Amma bəli, Şam deyilirdi ora. Amma məsələn, Avropalılar gəldilər bura Suriya, nə bilim Persiya, nə bilim Armeniyada eyni şəkildə məsələn. Albaniyada hətta 17-ci əsrin xəritəsində Albaniya yazılır. Sözündən istifadə edirlər. Məsələn, 17-ci əsrdə məsələn Jean Chardin Azərbaycana səyahət edir. Bir iki yerdə Azərbaycan sözünə yer verir, amma daha çox Midiya sözündən istifadə. Halbuki o dövrdə Azərbaycan əhalisindən soruşsaydınız Midiyanın nə olduğu haqqında heç bir məlumatları yox. Birinci addım baxın oradan oldu bu yanlış anlaşılmalar. Amma şərqdə hansı cür bir siyasi mühit vardı? Şərqdə xanədan hakimiyyətləri, Teymurilər, Şeybanilər, Ağqoyunlular, Səfəvilər, Osmanlılar və s. Çünki şərqdə artıq Abbasilərin zəiflədikləri zamanlardan etibarən, əlbəttə ki, Səlcuqlulardan əvvəlki türk xanədanları da var, amma əsas etibarilə Səlcuqlulardan etibarən nə olur? İslam dünyasının böyük bir hissəsində hakimiyyət türk mənşəli xanədanların əlində olur. Ərəblərin var olduqları ərazidə bir ərəb xanədanı, bir ərəb dövləti olsaydı, onun bəlkə də adı Ərəbistan olacaqdı. Bəlkə də farslar öz ərazilərində bir dövlət inşa etmiş olsaydılar, oranı bəlkə də Farsistan adlandırarlar və s. Etnik ünsür, element Avropada olduğu kimi nə olardı? Ölkələrin, dövlətlərin formalaşması ilə nəticələnərdi. Amma şərqdə belə bir proses olmur. Əvvəlcə İslam dünyasında 11-ci əsrə qədər əsas etibarilə ərəb mənşəli xanədanlar iqtidarda olurlar. Hətta bizim Şirvanşahlar da əslində ərəb mənşəli xanədanlar. Ancaq 11-ci əsrdən etibarən türk xanədanları İslam dünyasının böyük hissəsinə
hökmedirlər. Yəni burada bir etnik əsas üzərində formalaşan bir dövlət olmadığı üçün etnik adlar da dövlətlərin adına şamil edilmir əsas etibarilə. Türkiyə sözündən məmlüklər istifadə ediblər bir zamanlar. Amma bu da epizodik bir şeydir. Dövlətin və ya imperiyanın adından ziyadə onun taxtının olduğu yer anlamıdır. Məsələn, Azərbaycan səltənəti, taxtgahı Azərbaycan. Azərbaycan taxtının olduğu yer. Avropalılarda metropoliya deyilən bir anlayış vardı. Məsələn, bir imperiya olur. Onun mərkəzi. Amma imperiyanın bir də mərkəzi vilayəti olur. Bax, taxtgah ifadəsi Səfəvi mənbələrində və digər o dövrün Osmanlı mənbələrində və s. əslində o illərdəki metropoliyanı ifadə edir. Taxtgah Azərbaycan əslində Azərbaycanın ilk zamanlarda bu imperiyanın metropoliyası olduğunu bizə ifadə edir. Amma təbii ki, Səfəvi imperiyası və onun mirası sadəcə bir tək etnik elementə şamil edilə bilməz. Nə baxımdan mən bunu deyirəm? 200 ildən artıq hökm sürən bir xanədandan bir söz edirik və bunun zamanında yaranmış olan ədəbiyyat var, memarlıq var, incəsənət var və s. yəni. Eyni zamanda da siyasi fəaliyyətlərdə, məsələn biz bilirik ki, mülki bürokratiyada, hələ nəinki Səfəvilər dövründə, ondan əvvəlki türk xanədanları dövründə, Qaraqoyunlu dövründə olsun, Ağqoyunlu dövründə olsun, Elxanilər dövründə olsun, daha sonra Səlcuqilər zamanında olsun, Əznəvilər zamanında olsun, İranlı mülki məmurlar da rol oynayıblar. Bunlar təbii ki, ikinci dərəcəli rol oynayıblar, amma bunları da yəni... Ona görə də biz deyə bilərik ki, bu dövlət əslində həm İranın, məsələn deyək, həm də bizim ortaq dövlətimizdir. İranın, baxın, tarixindən Səfəvi mirasını silmək mümkündürmü? Xeyr. Yəni, belə bir şey mümkün deyil əlbəttə ki. Mən məsələn İranı nəzərə tuturam. Yəni, İran dedikdə, indi birazdan ona mən özüm toxunacağım sözümü. Yəni, bugün mövcud olan, indiki başa düşdüyümüz İran. Mən onu nəzərə tuturam. Yəni, onunla bizim əslində ortaq dövlətimiz sayıla bilər. Yəni, onlar da tam deyə bilərlər ki, bəli, bu bizim dövlətimizdir. Zaten mən bildiyimə görə İranda hətta o dövrdən olan sənətlər də qüvvədədir. Yəni, mülki sənətlərdən söhbət gedir. Mən elə eşitmişdim. Bunun özü də göstərir. Eyni zamanda biz də deyə bilərik. Çünki o dövləti quran ünsürlər bizim xalqın nümayəndələri olub və sizin də dediyiniz təbii ki, burada aparıcı element, yəni burada təkcə mən Şah Abbasın islahatlarından öncəki vəziyyəti demirəm. Şah Abbasın islahatlarından sonra da, hətta ondan sonraki illərdə Nadir Şah Əfşarın zamanında da, Qacarların zamanında da hətta Azərbaycan türklərinə aid. Bütün bu sıraladığımız dövlətlərdə əsas hərbi siyasi hakimiyyət Azərbaycan türklərinin əlində olub. Hətta mən sizə bir söz deyim də, məsələn, Səlcuqlarla Səfəviləri mübahisə etsək, Səfəvilərdə türklərin oynadığı rol Səlcuq imperiyasında, yəni mən o ilk illər əzələ tutmam, ümumiyyətlə Səlcuq imperiyasında türklərin oynadığı roldan qat-qat çox olur. Yəni bunu biz %100 əminliklə deyə bilərik. Əznəvilərlə də əlaqədar eyni şey deyə bilərik. Səfəvilər bu anlamda özlərindən əvvəl Azərbaycanda, İranda və ətraf məmləkətlərdə hökm sürən türk xanədanları ilə bunları müqayisə etsək əgər, burada Səfəvilər zamanında türk elementinin daha açıq aydın bir şəkildə üstün olduğuna işarə. Məsələn, Səlcuqlar zamanında türkcə şeir yazan şairlərə sahədə yer verilməzdi. Mən böyük Səlcuqlardan və İraq Səlcuqlarından. Məsələn, türkcə şeir yazan şairlərə yer verilməzdi. Türkcə hər hansı bir fərman olduğu məlumdurmu? Xeyr. Yəni Səlcuqlar zamanında türkcə hər hansı bir fərman verilməmişdir. Hökmdar hər hansı bir məktub hazırlamışdırmı öz dilində? Xeyr. Namiq müəllim, yəni bir şey deyim. Bəziləri iddia edir ki, Səfəvilər dövründə bəzi bu radikal məzhəbçi qrupların kanalları var. Orada çıxıb Səfəvilərlə bağlı müsahibələr verirlər. Orada bəziləri iddia edir ki, Səfəvilərin bir dənə də olsun türkcə fərmanı yoxdur. Bununla bağlı elə yeri gəlmişəm, o sualı da verim. Zaten verəcəkdim o sualı. Bununla bağlı nə deyə bilərsiniz? Yəni, yoxdurmu ümumiyyətlə 236 illik dövrdə Səfəvilərin bir dənə də olsun türkcə fərmanı? Səfəvilərin onlarla türkcə həm fərmanları, həm də məktubları var, onlarca. İndi mən bilsəydim, mənə belə bir sual verəcəksiniz, mən onların siyasını mən hazırlayardım və siyasını burada oxuyardım. Amma bunların da müəyyən bir hissəsi yayınlanıb zaten. Yəni, bunu kim iddia edirsə, ümumiyyətlə tarixdən xəbəri olmayan bir adam heç belə bir şey iddia edir. Bu dünyanın müxtəlif arxivlərində var. Yəni, bu sənədlər dünyanın müxtəlif arxivlərində hələ də saxlanmaqdadır. Əlbəttə ki, sənədlərin çox hissəsi farsça hazırlanır. Çünki niyə?
Dediyim kimi bu Səlcuqlardan etibarən formalaşan bir ənənə. Avropadakı Latın dili olduğu kimi. Bəli, bunu Xarəzmşahlar da eyni zamanda sürdürüblər, daha sonra Elxanilər də, daha sonraki xanədanlar da, Qaraqoyunlular da, Ağqoyunlular da, Teymurilər də və s. Hətta Babürlülər, yəni Azərbaycanda Avropa tarixçiliyinin təsiri ilə böyük oğullar deyə adlandırılır. Türkiyə tarixçiliyində Babürlülər deyə o xanədan adlandırılır. Amma əslində onlar özlərini Teymurilər xanədanı hesab edirlər ki, həqiqətdə də elədir, yəni fərqli bir xanədan qurulmamışdır. Hindistan Teymuriləri şəklində də onları ifadə edənlər var. Necə məsələn Səlcuqilər ayrılır deyək ki, Suriya Səlcuqları, Anadolu Səlcuqları, İraq Səlcuqları. Bu da elə bir xüsusiyyətlə Hindistan Teymuriləri kimi bir ad da var. Hər nəysə onlar belə Hindistanda hökm sürməklərinə rəğmən daha çox fars dilindən istifadə ediblər. Farsça yazan şairləri himayə ediblər və hətta farsça yazan şairlər Səfəvi dövlətinin üzərinə bir mövqe əldə etmədikdə ki, əksəriyyət etibarilə elə olurdu. Bunlar İrandan ayrılıb gediblər Hindistana. Çünki Babürlülər farsça ədəbiyyatı himayə edirdilər. Yəni burada söhbət fars etnik elementinin var olduğu ərazidə farsçanın üstünlük əldə etməsindən bir söz açmırıq. Heç fars etnik elementinin kompakt şəkildə olmadığı məsələn Hindistandan söz açılır. Anadoluda da vəziyyət həmin cür idi. 11, 12, 13-cü əsrlərdə, hətta 15-16-cı əsrlərə varacaq qədər. Ümumiyyətlə Osmanlının son zamanlarına qədər, məsələn, Osmanlı ziyalılara, əgər ziyalıdırsa, mütləq farsçayı öyrənməsi lazım idi bu adam. Təbii ki, ərəbcə və s. Yəni Səfəvilərdə də əlbəttə ki, sənədlərin çox hissəsi farsça hazırlanır. Amma Səfəvilərin özündən əvvəlki türk xanədanlarından fərqi nə idi? Səfəvilər bəli, farsça sənəd hazırlayırdı, amma türkcədə bir xeyli Səfəvi dövründən qalan sənədlər var. Bunlar həm, məsələn, Venetsiya arxivlərində var. Əhməd Quliyev adlı bir həmkarımız var. Azərbaycanın Səfəvişünas alimlərindəndir. İtalyancada çox yüksək səviyyədə bir ingiliscədə və s. İllərlə səhv eləmirəmsə 2020-23-cü illər arasında bu adam İtaliyada universitetdə işləyib və orada da arxivlərdə araşdırmalar aparıb. Türkcə bir xeyli də sənəd ortaya çıxarıb onu Səfəvilərdən. İran arxivlərində var. Daha sonra Avropanın müxtəlif arxivlərində var. İstanbulda var. Osmanlı arxivlərində Səfəvilərə türkcə sənədlər var. Rusiyanın arxivlərində var. Növbəti sualım bununla bağlı olacaq ki, Namiq müəllim, Səfəvi xanədanının mənşəyi ilə bağlı bir sıra iddialar var. Ümumiyyətlə tarixşünaslıqda bu iddia təzə deyil. Dediyim o radikal məsləhətçi qrupun Telegram kanalında və bu müxtəlif sosial media kanallarında belə iddialar zaman-zaman səsləndirilir. Amma bu yəni onların təzə iddiaları deyil, bu çoxdandan var bu iddialar. Hələ 1921-ci ildə Azəri dili haqqında kitab çıxarmış Əhməd Kəsrəvi də bununla bağlı iddia irəli sürüb. 26-cı ildə, 1926-cı ildə. 1926-cı ildə Azəri Zaban əsəri. Orada Səfəvi dövlətinin Kürd mənşəli olduğu iddia olunur və bir sıra alimlər də bunu farsçaya iddia edir. Hətta Talış mənşəli olduğunu deyənlər də var. İddia edirlər ki, Səfəvi xanədanından genetik analizlər götürülüb və s. və güya Talışlara yaxın çıxıb nə olub? Bugünkü nümayəndələrindən söhbət gedir. Mənim sizə sualım budur. Səfəvilərin kökü nə mənşəlidir və bununla bağlı hansı dəlillər var? Buyurun. Əvvəla mən sizə onu deyim ki, bir xanədanın hansı mənşəli olması tarixçilik anlamında heç bir məna ifadə etmir. Məsələn, Avropada bir zamanlar Frank imperiyası oldu. Franklar özləri Alman mənşəli bir tayfa ittifaqı idilər. Amma daha sonra nə oldu? Bu imperiyanın ayrılmasından 3 dənə fərqli bir ölkə ortaya çıxdı Avropanın siyasət səhnəsindən. İtaliya, Fransa və Almaniya. Hətta elə oldu ki, Franklar, Alman mənşəli Frank tayfa ittifaqının adı Fransaya verildi. Yəni bir ölkə kimi Fransaya verildi. Bugün fransızlar bundan narahat olurlarmı? Bizim ölkəmizin adı əslində Alman bir xalqın adındandır. Biz də özümüzə fransız deyirik, əslində isə fransız, Alman bir tayfa ittifaqının adı olub. Bizim onlarla nə əlaqəmiz var? Biz özümüzə ayrı bir ad qoyaq və s. Bu çox absurd bir şeydir. Bugün Avropa tarixşünaslığını biz araşdıranda nəyə şahid oluruq? Almanlardan çox fransızlar Frank imperiyasının mirasını sahiblənirlər. Tabii ki, Franklar Alman olurlar. Bunu mən nə üçün bu cür ifadə edirəm? Yəni, ilk söyləmək istədiyim şey nədir? Səfəvilərin və yaxud da hər hansı bir xanədanın 100 illər əvvəl ömür sürmüş əcdadlarının hansı mənşəli olmasının, o xanədanın, o dövlətin, o imperiyanın yürütdüyü siyasətinə heç bir əlaqəsi yox. Yəni, bunu deyək ki, müəyyənləşdirməyin də bir mənasının da olduğunu mən tarixçi kimi
rahatlıqla deyə. Bunun heç bir mənası olmayan bir şeydir. Heç bir mənası olmayan bir şey. Təbii ki, tarixi mənbələrdə çox belə deyək də bununla əlaqədar faktlar yer alır. Faktlar nədən ibarət? Səfəvi sülaləsi, bu sülalənin hakimiyyəti zamanında yazılan bu salnamələr və digər əsərlər. Bu əsərlərin həmən-həmən hamısında Səfəvi xanədanının mənşəyi ilə əlaqədar 2 dənə mühüm fakt önə sürülür. Bunlardan birincisi nədir? Səfəvi xanədanının seyid olduğu önə sürülür. Seyidlik soy ağaclarına da bunların yer verilir. Mənbələrin əksəriyyətində. Amma eyni zamanda elə həmin mənbələrdə Səfəvi xanədanı Türk xanədanı olaraq anlatılır. Yəni bunların Türk xanədanı olduğu xüsusilə vurğulanır. Xüsusən də bunların əcdadlarının, xüsusən də Şeyx Səfiyyəddin Ərdəbilinin Türk olduğu xüsusilə vurğulanır. Məsələn, mən sizə deyə bilərəm ki, Şah İsmail zamanında yazılmış olan Səfəvilərin ilk salnaməsi olan, Səfəvilərin hakimiyyəti dövrünün ilk salnaməsi olan Fütuhat-ı Şahi. Onu yazan salnaməsi özü İbrahim Əmini. İbrahim Əmini Xorasanın Herat şəhərindən idi. Məsələn, İbrahim Əmini bu dediyim kimi həm seyidlik şəcərəsinə yer verir, həm də bu xanədanın Türk olduğunu xüsusilə vurğuluyur. İndi mən sizə sual verirəm. Vurğulamasaydı olmazdı. Yəni olardı yəni, amma xüsusilə bunu da vurğuluyur. Məsələn, Şeyx Səfiyyəddin Ərdəbilinin Türk olduğunu xüsusilə vurğuluyur. Və ondan sonraki indi zamanımız azdır deyə digər salnaməçilərin adlarını bilmir. Buyurun. Məhz elə bu vacibdir bizim üçün Namiq müəllim. Məhz elə bu vacibdir. Deyirlər ki, Saffat Safanın orada 2 iddia var. Saffat Safa İbn Bəzzaz tərəfindən yazılan əsərin orijinalında güya Səfəvilərin Türk olması ilə bağlı bir cümlə belə yoxdur. Kürd olması qeyd olunur. İkincisi isə budur ki, həmin əsərlərdə Səfəvi dövründən bu tərəfə o əsərlərin güya üzləri köçürülərkən hamısı saxtalaşdırılıb, ora seyidlik əlavə olunub və türk olmaları əlavə olunub. Yəni bax məhz bu üstə davam edək. Buna nə deyə bilərsiniz? Yəni mən az əvvəl dediyim ki, məsələn Şeyx Hüseyn Zahidi var. Bu Şeyx Zahidin soyundan gələn bir adam. Türk olduğunu vurğulayır Səfəvilərin. Eyni zamanda da seyidlik şəcərəsinə yer. İskəndər bəy Münşi Səfəvilərin ən önəmli müəllifidir. Bu da eyni zamanda həm seyidlik şəcərəsinə yer verir, həm də türk olduqlarını xüsusilə vurğulayır. Eyni zamanda şairlər də var. Məsələn, Səfəvilərin sarayında fəaliyyətdə olan şairlər də eyni zamanda bu xanədanın türk olduğunu vurğulayan şairlər var. İndi Saffətüs Səfa ilə əlaqədar mənə sual verdi. Saffətüs Səfa Səfəvilərin hakimiyyətindən əvvəl yazılmış olan bir əsərdir. Bunu yazandan kimdir? İbn Bəzzaz Ərdəbilidir. İbn Bəzzaz Ərdəbili Şeyx Səfiyyəddin Ərdəbilinin oğlu Şeyx Sədrəddinin ətrafında olan adamlardan. Saffətüs Səfa özü, yəni 1200-1300 səhifədən ibarət çox həzmli bir əsərdir. Bu əsərin də müxtəlif nüsxələri gəlib zamanımıza qədər. Bunlar əlbəttə ki, alimlər tərəfindən araşdırılır, nəşr edilir və s. Bu nüsxələrin böyük əksəriyyəti, yəni bunların kopyaları hal-hazırda məndə var. Və mən də bunlarla əlaqədar zaman-zaman simpoziumlarda məruz eləmişəm, məqalələrim yayınlanır və s. Bu əlyazmaların hamısında, xüsusilə mən baxın, Səfəvilərin türk olduğu vurğulanır. Öyle sizə deyim, bir yerdə yox, 2 yerdə yox, dəfələrlə, ən az deyək ki, 6 fərqli səhifədə. Türk piri, Türkənci. Xüsusi bir şey. Yəni burada bu qədər çox vurğulanmasının səbəbi eyni zamanda Səfəvilərin türk olmasına dair bir əminliklə əlaqədar olan bir şey. O ki, qaldı Kürd söhbəti. Bunu önə sürən adamlar elə bilirlər ki, bunlar nəysə heç kəsin bilmədiyi bir şey ortaya çıxarır. 100 il əvvəl Həsrəvi bunu ilk dəfə ortaya atan şəxs oldu. Ondan sonra da müəyyən şəxslər bunu müxtəlif şəkillərdə ifadə ediblər və s. O dövrdə İranda Türklərin 1000 illik hakimiyyətindən sonra bir İranlılıq kimliyinə malik bir yeni dövlət inşa edilmək istənirdi. Bunun üçün də İran tarixində türk izlərinin azaldılması və ya bunun əhəmiyyətsizləşdirilməsi yönündə bəzi addımlar atıldı. Təbii ki, siyasi bir hadisə idi. Ona görə də dedilər ki, Səfəviləri türk xanədanı şəklində bizim izah etməmiz bu yeni yürüdülən siyasətlə uyğunlaşmır. Heç olmasa bunların Kürd olduqlarını iddia edək və ən azından belə bir şübhənin olduğunu ortaya qoyulması. Kəsrəvi
Əslində bu barədə zamanla fikri dəyişir onun. Daha sonraki əsərlərində bunların Azəri Fars mənşəli olduğu, Azəri dediyim o İrandakı o Fars mənşəli Azəridən söhbət gedir. Bunların Azəri olduğu, Kürdlük fikrinin daha sonra ortaya çıxdığı falan filan kimi bəzi şeylər də ortaya atır. Daha sonra Şeyx Səfiyyəddin Ərdəbillə bağlı bir əsər hazırlayır o. Orada bu məsələləri ətraflı şəkildə izah etmək istəyir. Amma daha sonra digər bəzi müəlliflər də bu fikirləri önəmsizdir. Amma mən sizə bir söz deyim ki, Avropanın, ümumiyyətlə dünyada belə deyək də öz adı ilə bilinən bir çox alimlər, Petrushevski olsun, Krımski olsun, Arpold olsun və s. digər alimlər, David Ayalon olsun və s. bunlar Səfəvilərin türk mənşəli olduğunu öz araşdırmaları nəticəsində müəyyənləşdiriblər, ifadə ediblər. Azərbaycan alimlərindən Mirzə Abbaslı var. Mirzə Abbaslının 2 dənə bu barədə məqaləsi var. Biri rusca yayınlanıb, digəri isə türkcə yayınlanıb. Türkcə yayınlanan forması hardasa bir 50 səhifəlik məqalədir. Orada Səfəvi müxtəlif əl yazma nüsxələri araşdırılır və s. Orada Səfəvilərin türk olduqlarını vurğulayan faktlar hamısı sistemləşdirilir. Oqtay müəllim, Allah rəhmət eləsin, mənim də elmi rəhbərim olub, belə məni Səfəvi araşdırmalarına yönləndirən şəxs. Firuz Şah 11-ci əsrdə ömür sürmüş bir adam. Biz 11-ci əsrdəki hadisələri və yaxud da ki, ifadələri araşdıranda 11-ci əsrdə bu ifadə hansı mənada istifadə olunurdursa onu anlamağımız lazımdır. 21-ci əsrdə yox. 20-ci əsrdə, 21-ci əsrdə bəlkə də bu ifadələr fərqli şəkillərdə söylənə bilər, fərqli mənalar ifadə edə bilər. Amma 11-ci əsrdə də eyni mənanı ifadə edir. Müəyyən istilahların, müəyyən ifadələrin anlamının zaman içində fərqliləşməsi, daha sonraki bu son əsrlərdə müəyyən şəxslər və ya müəyyən zümrələr, müəyyən və ya etnik ünsürlər bunlar fərqli mənalarda siyasi məqsədlərlə istifadə edirlər. Məsələn, antik zamanda var olan Armeniyanın bu Hay xalqı ilə heç bir əlaqəsi yox. Bu ayrı bir söhbətin mövzusudur, amma indiki Hay xalqı, yəni ermənilər, antik Armeniyanın elə indiki ermənilərə aid olur. Halbuki əlaqəsi yox. Eyni zamanda da Kürd ifadəsi, ümumiyyətlə Sasanilər zamanından etibarən Kürd ifadəsi Sasani imperiyası içində İrani etnik ünsür olan, baxın bunu da deyirəm, İrani etnik ünsür olan, eyni zamanda heyvandarlıqla məşğul olan, oturaq olmayan, əhalini ifadə etmək üçün istifadə olunan bir ifadə idi. Xüsusən də vergilərin alınmasında və s. Yəni bu etnik bir anlam ifadə etmirdi. Kurmancı xalqı ilə Kürd ifadəsi o illərdə bir-biri ilə belə deyək də örtüşmürdü. Nə Kurmancılar da Kürdlərin bir hissəsi idi, amma yəni köçəri İran dillilər hamısı Kürd adlanırdı. Kurmancılar da bu Kürd ifadəsi içində təbii ki yer alırlar, amma onlarla bərabər Luz və digər xalqların da ataları, əcdadları. Hətta türklər də ola bilərdi onun içində. Yəni müəyyən Xorasanda yaşayan. Burada yox, mən sizə bunu deyim ki, xüsusən də burada belə deyək də Kürd adlandırılmaları üçün bunların, mən Sasanilərdən söz açıram. Sasani zamanında Kürd adlanan deyək ki, bu etnik, bu etnik deməyək, elementlər. Burada həm bunların malik olduqları təsərrüfat sahəsi, bunların sahib olduqları həyat forması və eyni zamanda da İrani etnik qruplar olması. Yəni Fars xalqından fərqlənən, amma İrani etnik. Məsələn, Lur, Kürd və s. Daha sonra Ərəb xilafəti də eyni zamanda İranı, Azərbaycanı və digər bu Sasani imperiyası içindəki ölkələri işğal etdikdən sonra onlar da bu ifadədən istifadə etdilər. Məsələn, mən sizə bir deyim, Bəlazurinin Fütuhul Buldan adlı əsəri var. Futuhul Buldan. Bəli. Fütuhul Buldan, bəli. İslamiyyətin ilk zamanlarında ərəblərin digər ölkələri hansı şəkildə fəth etdiklərini izah edən bir əsərdir. Orada Azərbaycanın fəthindən söz açarkən, mən onu qeyd edəcəkdim, siz dediniz, bəli. Ərdəbil ətrafında, Muğan Ovasında, Sağalanın ətəklərində Kürdlərin olduğundan söz edilir. Amma bu Kürdlərin bugünkü etnik, bizim bildiyimiz Kürdlərlə heç bir əlaqəsi yox. Bunlar sadəcə Ərdəbil ətrafında, Savalan ətəklərində, Muğan Ovasında olan ateşpərəst, zərdüşti, inanca malik, heyvandarlıqla məşğul olan, köçəri həyat sürən, məsələn, isti havalarda Savalanın ətəklərində heyvanlarını otaran, soyuq havalarda Muğan Ovasına enib
orada həyatlarını sürən İrani etnik ünsürləri ifadə etmək üçün istifadə edilən bir ifadə idi. Sovet İttifaqı zamanında, istərsə də Avropanın müxtəlif ölkələrində aparılan araşdırmaların nəticəsində məlum oldu. Yəni bu hamının bildiyi bir şeydir. Bunu hələ Vladimir Minorski bunu izah edib və Ölçe izah edib ki, Avropada Kürt araşdırmalarının ən önəmli simalarındandır və s. Bunlar İslamiyyətin ilk zamanlarındakı Kürt ifadəsinin sadəcə qurbancıları ifadə etmədiyini, əski o Sasani imperiyası içindəki o az əvvəl dediyim xüsusiyyətlərə sahib digər zümrələrin hamısını içinə aldığını ifadə edirlər. Və bir maraqlı faktı da mən sizə deyim, Saffətüs Səfa Firuz Şah haqqında nə yazır? Deyir ki, heyvandarlıqla məşğul idi. İlim filan vaxtında filan ərazilərdə olurdu, filan vaxtında filan ərazi, çox sayda heyvan sürüləri var idi. Yəni bunun Kürdi adlandırılması, onun həyat şəkli ilə əlaqədar olan bir şey. Etnik mənşəyi ilə bunun heç bir əlaqəsi yox. Amma biz 11-ci əsrdə axı Sasani terminləri bunu da biraz izah verək. Yəni 11-ci istifadə edilib. Baxın, ərəblərə nə üçün lazım idi bu ifadədən istifadə etmək? Əhalidən vergi aldıqları vaxt hansı zümrədən nə qədər vergi alacaqdır? Yəni, oturaq əhalidən alınan vergi ayrı idi, deyək ki, müsəllərdən alınan vergi ayrı idi, sənətkardan alınan vergi ayrı idi və s. Yəni bu mənada kateqoriyaların formalaşdırılması lazım idi. Tamam, 11-ci əsrdə axı siz əlbəttə ki, ərəb hakimiyyəti olmadığı üçün, amma olmadığını nisbət haqlısınız, amma o ənənə hələ də öz varlığını sürdürürdü. Eyni şeyi Səlahiddin Əyyubi haqqında da biz söyləməliyik. Bunların deyək ki, o şəkildə adlandırılması etnik bir anlam ifadə etmir. Ümumiyyətlə, o dövrdə İslam aləmində insanların ümumiyyətlə etnik ifadələrlə ifadə edilməsi ümumiyyətlə tamamilə anlamsız bir şey idi. Yəni, heç kəsin də ağlına belə gəlmir. Bunun yerində məsəl üçün nə deyirlər? Əl-Şafi, məsələn, müxtəlif o nisbələrini sayırdı, hansı şəhərdəndir və s. Ən axırdan Pəssəvini məsələn ifadə etmək üçün, məsələn, Əl-Şafi, Əl-Maliki və s. kimi ifadələr, xüsusən də alimlərdən falan söz etdikləri var. Amma belə bir etnik bir ayrımcılıq, yəni o illərdə xüsusi bir kiminsə etnik mənşəyinin önə sürülməsi, vurğulanması və s. yəni bu cür xüsusən də Firuz Şah kimi adamların və s. Yəni buna ehtiyac hiss olunmurdu və o dövrdəki də o ifadələr, yenə deyirəm, Kürdi ifadəsi, yəni ərəblərdə baxın, bədəvi ifadəsi var. Bədəvi nə deməkdir? Oturaq olmayan, heyvandarlıqla məşğul olan və s. ərəb. Və bunun da İran, Azərbaycan və o köhnə Sasani ərazilərindəki qarşılığı nə idi? Kürd idi. Yox, onu mən soruşmuram. Mən nəyi soruşmaq istəyirəm? O zaman mən bayaq sual verəndə ki, bu Kürd ifadəsi türklərə də aid idimi? Dediniz ki, yox, Sasani dövründə. 11-ci əsrdə bəs necə? Firuz Şah haqqında 2010-cu illərəcən bizim çox da ətraflı məlumatımız mövcud deyildi. Amma 2010-cu illərdən etibarən 3 ədəd çox mühüm sənəd aşkarlandı. Bu sənədlərin ən erkən zamana aid olanı 1440-cı ilə aiddir. Miladi ilə mən bunu deyirəm. 1440-cı ildə Qaraqoyunlular zamanında o dövrdə bilirsiniz Əqibül Əşraflıq var idi. Bu müəssisə seyidlərin soy ağacını müəyyənləşdirən, təsdiq edən bir müəssisə idi. Yəni bu Osmanlılarda da var idi, Qaraqoyunlularda da var idi, digər ölkələrdə də var idi. Qaraqoyunlu zamanında Azərbaycan Əqibül Əşrafının oğlu tərəfindən hazırlanmış 1440-cı ilə aid olan sənəddə Firuz Şah Zərrinkülahın seyid olduğu açıq-aşkar orada vurğulanır. Bu vaxta qədər belə bir iddia var idi ki, mən özüm də əvvəl o fikirdəydim. Çünki bu sənədlər mövcud olmadığı üçün. Bu Səfəvilərin seyidlik soyağacları 1501-ci ildən sonra, Şah İsmayıl hakimiyyətə gələndən sonra hazırlanır və s. Amma o son dediyim 3 sənəd artıq 2010-cu illərdən sonra bunlar aşkarlandı. Bu dediyim sənəd Suriyada aşkarlanır və İranda nəşr olunur. Daha sonra İngiltərədə də bir sənəd aşkarlandı. Bu İngiltərədə aşkarlanan sənəd 1460-63-cü illərə aid. 1460-cı illərin əvvəlləri, yəni Şeyx Heydərin anadan olduğu ilk illər. Bu soy ağacında da yenə Səfəvilərin seyid olduğu vurğulanır və seyidlik şəcərələrinə ki, bunlarda yer verilir eyni zamanda. Üçüncü şəcərə isə 1485-ci ilə aiddir. Bu da Hollandiyadan aşkarlandı və orada da yenə istədiyim ki, bu şəcərələr arasında da heç bir fərqlilik
mövcud deyildir. Yəni 3 dənə fərqli şəcərə, üçü də Səfəvilərin hakimiyyətindən əvvəl aralarında heç bir fərqli yoxdur. Bu şəcərələr aşkarlandıqdan sonra məlum oldu ki, Firuz Şah 11-ci əsrdə Xorasan vilayətindən gəlib Ərdəbil ətrafına yerləşən bir şəxs olub. Və bu da Seyid olub. Hətta sadəcə Seyid olmayıblar bunlar. Eyni zamanda Xorasan vilayətinin, bu Firuz Şahın ata-babası və s. Xorasan vilayətinin əqibül əşrafı olublar eyni zamanda. Yəni oradakı bütün Seyidlərin bir növ rəhbəri olublar. O ilk dediyim ki, var idi Səfəvi zamanının salnamələrində həm Seyidlik məsələsi var, türk olmaqları var. Səfəvi zamanının salnamələri niyə bunu xüsusilə vurğulayırlar? Əgər madəm bunlar üçün Seyid olmaq önəmli idisə, türk olmağı niyə ona görə vurğulayırlar? Vurğulamaların səbəbi bu idi ki, bunlar Səfəvilərin türkləşmiş bir Seyid ailəsi olduğunu vurğulamaq istəyirlər. Əsas niyyətləri bunların o idi. Burada mən iddia etmirəm ki, Səfəvilər 100% Seyid olurlar və yaxud da, amma ən azından bu gün əlimizdəki faktlar onu sübut edir ki, hətta Səfəvilərin siyasi iddialarından çox əvvəllər bu xanedanın Seyidlik şəcərələri mövcud olub. Amma eyni zamanda da bunlar yenə də həmin müəlliflər bu sülaləni türk adlandırırlar. Hətta İbn-i Əzzazda da var. Yəni ən əski nüsxələrində belə bunların Seyid olduğu vurğulanır. Bir şey var ki, Seyidlik soyağacına hər nüsxədə yer verilmir. Bu ayrı bir şey, amma Seyid olduqları bütün əlyazma nüsxələrində xüsusilə vurğulanır. Firuz Şah 11-ci əsrdə Xorasan vilayətindən gəlir yerləşir Azərbaycana və böyük ehtimalla mən belə düşünürəm ki, o dövrkü, çünki hadisələr, faktlar, Firuz Şahın oradakı fəaliyyətləri, bu yəqin ki, Səlcuqilərlə birlikdə gəlib Ərdəbilə yerləşir. Çünki Səfəvi zamanının mənbələri Firuz Şahın xristianlar əleyhinə savaşlarda iştirak etdiyinə dair müəyyən faktlara yer verirlər. Xorasandan Azərbaycana gəldikdən sonra. Bu da böyük ehtimal Səlcuqilərin Azərbaycana gəlməsi, daha sonra Ani şəhərinin fəth edilməsi, orada ermənilərlə, bisanslarla və s. olan savaşlarda yəqin ki, Firuz Şah öz ətrafındakı adamlarla birlikdə iştirak edir və daha sonra Ərdəbilə orada yerləşir və s. O dediyim ki, bu barədə az əvvəl dediyim faktlardan əlavə təəssüf ki, çox ətraflı bir məlumata malik deyilik. Səfəvi mənbələrinin xülasə olaraq dediyi nədir? Səfəvi mənbələrinin dediyi odur ki, bunlar Seyid bir ailədirlər, lakin türkləşmiş bir Seyid ailədirlər. Məsələn, Hacı Bektaş var, bilirsiniz. O da eyni şəkildə türkdür. Eyni zamanda da Seyidlik şəcərəsi var. Seyid İmadəddin Məsimi. Ölkəmizdə də bu günləri Seyid həm də türk ədəbiyyatının, Azərbaycan ədəbiyyatının çox önəmli bir simasıdır. Seyid Əzim Şirvani. Bugün hansısa bir ağılsız çıxıb Seyid Əzim Şirvaninin ərəb olduğunu iddia edərmi? Mümkündür belə bir şey. Yaxud Həsiminin ərəb olduğunu iddia edərmi? Baxın, türk dünyasının ən önəmli şairlərindən və irfan adamlarından birisi kimdir? Xoca Əhməd Yəsəvi. Yəni, Xoca Əhməd Yəsəvinin də ona qalsa soyağacı Həzrət Əliyə var. İndi biz hansısa bir ağılsız çıxıb deyərmi ki, Xoca Əhməd Yəsəvi türk olmayıb, əslində ərəb olur. Səfəvilərlə də əlaqədar eynidir. Başa düşdüm. İndi mən bir şey əlavə edeyim. Birinci ildə Şah İsmail Səfəvi dövlətini qurur. Biz deyirik ki, 500 il əvvəl Firuz Şah Seyid olub, görəsən ərəbdir, heyvandarlıqla məşğul olur. Ona görə bir ifadəsi. O da hər yerdə qeyd olunmur. Saffətüs Safan, baxın, onlarla əl yazması var. Cəmi ikisində bu ifadə var. O da niyə görə var? Çünki o dediyim kimi 11-ci əsrdə hələ də bu bir müəyyən bir həyat şəklinə, həyat formasına sahib olan insanlara şamil edir. 20-ci illərdə, 30-cu illərdə Azərbaycanda siyasi almalar keçirilərkən Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər bu ərazinin əhalisi Kürd deyə qeyd olunmuşdu və orada Qırmızı Kürdistan yaradılmışdı. Halbuki oranın əhalisinin mütləq əksəriyyəti türklərdir. Sadəcə niyə görə? Orada indi həqiqətən də bir qrup Kürd yaşayırdı və digər əhali ilə bugünün özündə də bəzən birini Laçınlı deyəndə deyir ki, məsələn Kürd. Amma halbuki Kürd deyil ha o. O elə türkdür. Sadəcə o zonada yaşayıb, onlarla eyni həyat tərzi yaşadığına görə o da Kürd adlanır. Firuz Şahla bağlı eyni məsələdir, bunu aydın oldu. İndi növbəti sualımı vermək istəyirəm Şah İsmaillə bağlı. Belə bir iddia eşitdim ki, deyilənə görə Şah İsmail
Şeyx Heydərin heç oğlu deyil. Yəni onu öldürüblər Lahicanda. Ona orada Lahicanda şubiyyə təlimi veriblər. O da o cür tərbiyə alıb deyənə fars şovinizmi ilə zəhərlənib. Və heç ümumiyyətlə o Şeyx Heydərin oğlu deyil. Onu orada öldürüblər. Yerinə başqa bir adam gətiriblər. Çünki güya tamam fərqlənib həmin adam ondan. Belə bir iddialar var. Əlbəttə absurd iddiadır, amma indi bəziləri ona inanmaq istəyir. Az əvvəl dediyiniz iddiaları müəyyən İranlı araşdırmacılar və yaxud da ki, müəyyən erməni araşdırmacıları, müəyyən indi o Avropadakı alimlərdən müəyyən bir hissəsi ifadə etmişdi həqiqətən. Amma bu ifadəni mən sizə onu deyim ki, belə deyək də biraz o yanlış anlaşılmasın. Yəni ixtisasım olduğu üçün, yəni bu Səfəvilər haqqında istər Avropada, istər Asiyada, istər Rusiyada filan dünyanın müxtəlif yerlərində hazırlanmış əsərləri, monoqrafiyaları, məqalələri filan oxumuşam. Bir çox simpoziumlarda iştirak eləmişəm və s. Bu günə qədər heç bir alimin, heç bir tarixçinin belə bir iddiası olmuyor. Var da indi hər halda, indi bir nəfər ilə. Yox, indi o dediyiniz indi o bilmirəm o kimdilər, yəni o, amma bu heç bir, yəni bu günə qədər heç bir araşdırmacı, heç bir alim, bir dənə fakt ortaya çıxıran, məsələn, alim belə bir şey deyib. Ən şovinist İranlı bir araşdırmacı belə bir fikir irəli sürür. Biz erməni alimləri belə bir fikir irəli sürür. Yəni belə bir fakt təbii ki, absurddur. Mən sadəcə Səfəvi mənbələri bu cür deyir deyə bunları izah etmirəm. Az əvvəl dediyim fikirlər Osmanlı mənbələrində də var, Şeybanilərə aid mənbələrdə də var, Baburilərə aid mənbələrdə də var. Bunların da hamısında Səfəvi xanədanı Türk xanədanı kimi anılırdı. Eyni zamanda da, yəni Şah İsmailin güya Şeyx Heydərin oğlu olmaması, bu heç bir mənbədə belə bir şey yox. Ninorski bu Rus mənşəli bir alimdir, amma İngiltərədə daha çox öz akademik fəaliyyətlərini orada aparıb. Çünki orada inqilab olduqdan sonra, Sovet hökuməti qurulduqdan sonra artıq öz fəaliyyətini Avropada davam etdirib. Ninorski o dövrün mənbələrini araşdırarkən Səfəvilər haqqında, belə deyək də, xüsusən Şeyx Heydər və ailəsi haqqında ən yanlış məlumat verən mənbələrin erməni mənbələri olduğunu vurğulayır. Yanlışlıqların nə olduğunu orada bir-iki cümlə ilə deyir. Amma erməni mənbələrində belə, bu qədər belə deyək də, absurd bir iddia yer almır. Yəni ən absurd bilgiləri Şeyx Heydər haqqında və onun ailəsi haqqında ən absurd bilgiləri erməni mənbələri verir. Amma onlarda belə bu qədər absurd bir fakt yoxdur ki, yəni onlar belə Şah İsmailin Şeyx Heydərin oğlu olduğuna şübhə etməyiblər. Yəni bu nədirsə, bu son zamanlarda ortaya çıxan bir şeydir. Səfəvilərə qarşı mənfi münasibətin səbəbi aydın məsələdir ki, məzhəblə əlaqəlidir və onlar amma iddia edirlər ki, Səfəvilər Şirvanda, xüsusilə də Şah İsmaili deyir, Şirvanda kütləvi qətliamlar həyata keçiriblər. Sonra Bakıda xüsusilə də amansızlıqla Bakı əhalisini qətlə yetiriblər. Təbrizdə hakimiyyətə gələrkən Şah İsmail 100 mindən artıq, bilmirəm Təbrizin 100 min əhalisi var idi yoxsa yox, amma onların iddiasına görə 100 min əhalini qətlə yetiriblər. Bütün Ağqoyunlu səltənətini, xüsusilə də bax bu hissəyə toxunarsınız, Ağqoyunlu səltənətini qırıblar və buna etiraz edən anasını da, Şah İsmailin anasını da edam edib Şah İsmail. Və buna da dəlil olaraq Venesiya mənbələrini gətirirlər. İstəyərdim bu barədə də qısaca danışaq. Əlbəttə ki, Səfəvi dövlətinin o ilk illərində və daha sonraki zamanlarda, xüsusən üsyanlar olduğu zamanlarda və s. təbii ki, dinc əhali arasında da öldürülənlər olub, müharibələrdə öldürülənlər olub və s. Bu, yəni o dövrün bir xüsusiyyətidir. Yəni bunu Səfəvilər icad etməyiblər. Osmanlıda da o cürdür, məsələn, hər hansı bir üsyan çıxanda Osmanlı heç vaxt üsyan edənlərin başını yeki oxşamayıb. O da yeki onları öldürüb və s. Dünyanın bütün imperiyalarında eyni cür siyasət. Bakıda böyük bir qırğın olmayıb. Bakıda nə olub? Səfəvi ordusu şəhərə daxil olduğu anda Bakı şəhərinin əyan əşrəfi Quranlarla əllərində Şah İsmailin önünə çıxıb və əfv edilmələrini istəyiblər və Şah İsmail də o andaca müharibəni dayandırıb orada. Yəni o vaxta qədər təbii ki, şəhərin müdafiəsi vaxtında ölənlər olub falan, amma Bakı şəhərinə Səfəvi ordusu daxil olduqdan sonra ilk anda şəhərin əyan əşrəfi əllərində Quranlarla birlikdə Şah İsmaildən əfv edilmələrini istəyirlər və orada müharibə sonlanır. Amma təbii ki, Şirvanın digər yerlərində, xüsusən də müqavimətin olduğu yerlərdə ki, o müqavimət edən şəxslər öldürülür və hətta İranın müəyyən yerlərinin yenə də işğal edilməsi zamanı, hətta bunu Səfəvi mənbələri də etiraf edirlər. Sadəcə müqavimət edənlər yox, hətta bəzi yerlərdə müqavimət etməyənlər də sırf o şəhər müqavimət edib deyə orada o şəhərə ordu daxil olduqdan sonra orada dinc əhali arasında da öldürülənlər olub. Yəni
Bəli, orta əsrlərdir. Yəni bu yenə deyirəm, yəni bu yanlış anlaşılmaların çoxusu yenə deyirəm 21-ci əsrin zehniyyəti ilə biz fikirləşdiyimiz üçün biz o zamanı anlamağımız bizim mümkün olmur. Halbuki 16-cı əsrin şəraiti tamamilə fərqli idi. O şəraiti anlayıb, onu o cür araşdırmaq, o cür anlamaq lazımdır. Təbriz şəhərində də yenə eyni zamanda o dövrki mənbələrində bu rəqəm təbii ki, şişirdilmiş də ola bilər. 300 min əhalisinin olduğunu vurğulayırlar. Bunun 1/3-nin şiə, 2/3-nin isə sünni olub. Bəzi mənbələrdə 200-300 min əhalisi var idi deyir. Bunun 1/3 şiə idi, 2/2-si sünni idi və s. Təbriz şəhərində Şah İsmayıl xutbə oxutmaqdan əvvəl əmr vermişdi ki, etiraz edən olursa öldürülsün. Bu həqiqətən də var. Amma iş orasındadır ki, etiraz edən olmadı. O demək deyil ki, yəni bu əhalinin hamısı bundan məmnun oldu, sevindi. Sadəcə görmüşlər ki, xutbə oxudulan məscidin həyətinin ətrafını Səfəvi əsgərləri əllərində silah mühasirəyə aldılar və Şah belə bir hücum verir. Kim buna etiraz edə bilər? Zorla orada belə deyək də belə bir xutbə oxuduldu. Lakin əhalinin də buna xüsusi bir etiraz etdiyi haqqında mənbələrdə heç bir fakt qeyd olunmur. O ki, qaldı Venesiya mənbələri. Venesiya mənbələrini yazan adamlar, ümumiyyətlə mən sizə deyim ki, həmin vaxtı Azərbaycanda olmayıb. Bu adamlar haqqında mən sizə deyim ki, Venesiyanın çox zəngin arxivləri var. Yəni çox təəssüf ki, Səfəvi arxivi günümüzə o şəkildə gəlib çıxmayıb. Bunun ayrı müxtəlif səbəbləri var, onu izah etmək. Bu adamların heç biri 1501-ci ildə artıq sağ olmayıblar. Bəs ondan necə məlumat veriblər? Məlumatı iş orası onlar verməyiblər. Onların ölümündən çox sonralar müəyyən şəxslər, Damuzio adında xüsusən də bir şəxs olub, Katerino Zenonun həvəsi sonra var. Yenə də onun adı Katerino Zenon 1550-ci illərdə Ulu babasının əsərini yayımlayır və s. Amma ora sonra Avropalı və İtaliyalı xüsusən də oxucuları maraqlandırmaq üçün Səfəvilər haqqında da məlumatlar bunlar əlavə ediblər. Bu məlumatların da böyük əksəriyyəti belə deyək də o şayiələr, oradan-buradan əldə edilən, xüsusən Osmanlı üzərindən əldə edilən məlumatlarla zənginləşdirərək biraz da belə dramatik bir fon ilə bunlara yer verilib. Dövlətə üsyan edən və yaxud da itaat etməyən və yaxud da ki, etiraz edən deyək ki, adamlar, əhalinin müəyyən bir zümrəsi, təbii ki, bunlar askı altına alınıb. Bunların bir hissəsi Azərbaycandan və İrandan ayrılıb, bilirsiniz, Orta Asiya, bilirsiniz, Anadoluya gəlib və s. Belə Osmanlılara sığınıblar, gedib Şeybani xanədanına sığınanlar olub və s. Və eyni zamanda edam edilənlər, öldürülənlər də olub. Həm Azərbaycanda, həm də İranın müxtəlif yerlərində, şəhərlərində və s. Burada sadəcə əzhəbi bir siyasət izlənmir. Baxın, Şah İsmayıl İranı öz hakimiyyətinə alarkən, mən Ağqoyunları belə deyək də ayırıram. O Sultan Muradla vuruşması ayrı. Sultan Muradı məğlub etdikdən sonra İranda açın bütün o müəlliflərin hazırladıkları əsərləri oxuyun. Hamısında bu dediyim faktlar orada yer alır. İranın Səfəvi hakimiyyətinin altına alınmasına mane olan 3 dənə mühüm qüvvə olub. Biri Azan-Aran, birisi Uğuristan, diğeri ise Xuzistan hakimləri. Bunların hər üçü, heç biri sünni olmayıb, əvvəla onu deyək. Bunların hər üçü şiə və ya şiə yönümlü. Bulat-ı şiə hətta o Xuzistan hakimləri, Uşaşailər və s. Məsələn, Azan-Aran hakimləri bildiyimiz şiə idilər. Böyle Seyid idilər. Çarkiya və onun ailəsi səhv etməmsə. Yox, onlar Səfəvilərin tərəfində dururlar. Mən dediyim bu Əmir Hüseyin. Tamam. Əmir Hüseynin ailəsi. Onlar özləri də Seyid idilər və 12 imam şiəsi idilər. Şah İsmailin əleyhinə ən sərt müqavimət aparan adamlar onlar oldu. Hətta Səfəvi mənbələr yazılır. Azandaranın Səfəvi hakimiyyəti altına alınması zamanı 30 min insan öldürüldü. İstər antik zaman olsun, istər orta əsrlər, istər 16-cı əsr, istər 20-ci əsr olsun. Din heç vaxt siyasəti müəyyənləşdirmir. O müəyyən bəzi istisnalar xaricində. Din həmişə siyasətdə bir alət olur. Mən bunu tarixçi olaraq söyləmirəm. Eyni zamanda yəni yanlış anlaşılmasın deyə deyirəm bunu. Mən inanclı bir insanım, amma bunu anlayıram. Yəni oxuduğum vaxt tarixi mən bunu anlayıram. Din həmişə siyasətdə bir alət olur. Din yəni heç vaxt siyasətin məqsədi olmuyor. Həmişə siyasətdə bir vasitə olur. Xalqı idarə etmək üçün dindən istifadə olunub, üsyan etmək üçün dindən istifadə olunub. Məsələn, bu gün xalqdan səs almaq üçün dindən istifadə olunur. Yəni, bu heç vaxt məqsəd olmuyor. Yəni Şah İsmailin də zamanında İran əhalisinin əksəriyyəti olurdu, sünni olduğu halda Şah İsmailin önündə ən böyük əngəl olan qüvvələr məhz şiə və ya şiə yönümlü qüvvələr. Siyasi hədəflər hər şeydən öncədir. Şəki vilayətinin hakimi var idi o dövrdə. Ərbiş Məhəmmədin atası sünni idi. Amma Şah İsmaillə çox yüksək səviyyəli münasibətlərə malik idi.
Şah İsmail bacısının deyəsən Şirvanşaha ərə verir hətta atasının. Bəli, Şirvanşahlar da ilk vaxtlar vuruşurlar, amma 2-ci İbrahim vaxtı və onun oğlu Şirvanşah 2-ci Xəlilullah vaxtı münasibətləri düzəlir. Hətta qohumluq əlaqələri belə olur. Şah İsmail özü 2-ci İbrahim qızı ilə evlənir. Daha sonra Şah İsmailin də qızı Pərixan xanım 2-ci Xəlilullaha ərə verilir. Bunlar hamısı tarixi faktlar, halbuki Şirvanşahlar sünni idilər və Şiə də olmamışdılar. Əgər Şirvanşahlar Şiə olsaydılar, bilirsiniz, Səfəvi mənbələri bunu elə xüsusi vurğulayarlar ki, belə bunlar da. Amma Şirvanşahlar həmişə o sünni əsər. Amma buna rəğmən siyasi mənada dövlətin mənafeylərinə uyğun idisə, bunlarla münasibətdə saxlanılırdı. Hətta çox yüksək səviyyədə dostluq münasibətləri də və s. Məsələn, Şah İsmail Həsən bəy ilə birlikdə Ov ərazisini bilirsiniz, ölümündən əvvəl gedir orada düzənlir və s. Yəni Şah İsmail üçün onun sünni və ya şii olması əhəmiyyət ifadə etmir. İstəsək məsələn onu öldürərdi, düz deyil. Ora ayrı bir adam. Təbiət yarınmış şiə ol məsələn. Şah İsmail əlbəttə ki öz ideologiyasını yerləşdirmək vacib idi. O ayrı uzun bir söhbətdir. Niyə görə? Çünki siyasi səbəblərdən lazım idi bu. Artıq dövlət qurulduqdan sonra Şah İsmail burada kimin şiə, kimin sünni olması Şah İsmail o qədər də maraqlı deyildi. Burada Şah İsmail üçün önəmli olan nə idi? Şah İsmail önəmli olan o idi ki, mənə itaət edir, yoxsa etmir. İtaət etmirsə, kim olursa olsun, hətta Süleyman Mirzə, Şeyx Heydərin oğlu Süleyman Mirzə 1513-cü ilin sonunda Şah İsmailin əleyhinə Ərdəbildə üsyan qaldırır. Bəli. Onların anası ayrı idi Şah İsmaillə. Onlar ayrı-ayrı analar. Amma hər ikisinin atası Şeyx Heydər idi və Süleyman Mirzə 1513-cü ilin sonlarında Ərdəbildə üsyan qaldırır. Təbriz üzərinə yürüyür. O da Şah İsmail Şeybanilərlə vuruşur Xorasanda. Amma sonunda öldürülür. Kim olursa olsun, qohumu belə olsa, dövlətə qarşı çıxırsa, o təbii ki, nə edirdi? Elə. Bu Osmanlılarda da eyni cür idi. Bəli, qardaş. Osmanlılarda da eyni şəkildə. Bəli, Osmanlılarda da eyni şəkildə idi. Deməli, Ağqoyunlu sülaləsinin soyunun qurudulduğu iddiası var. Bir də ki, Aləmşah bəyimin Şah İsmail tərəfindən edam olunduğu iddiası var. Belə bir iddia var. Onu deyim ki, Ağqoyunlu sülaləsindən olan adamlar hələ də var. Türkiyədə xüsusən də hələ də öz varlıqlarını sürdürürlər bu adamlar. Yəni Ağqoyunlu sülaləsinə tamamilə son verilməsi bu. Əvvəla yanlış bir fikirdir. İkincisi isə Aləmşah bəyimlə əlaqədar. Aləmşah bəyimin 1501-ci ildə Təbrizdə güya Şah İsmailin əmri ilə edam edilməsi haqqındakı məsələ tamamilə uydurmadır. Aləmşah bəyim Hicri 929-cu ildə, miladi 1522-23-cü illərdə vəfat edib öz əcəli ilə. Məzarı da Ərdəbildədir və hətta Şah İsmail zamanındakı hadisələrin də içində yer alır. Və bu da o dövrün mənbələrində də bu barədə məlumatlar var. Şah İsmail iqtidarla yüksələndən sonra ögey anasını öldürür. Deməli, öldürmə səbəbini Venetsiya mənbələri ki, orada zaten ögey anasını öldürdüyü qeyd olunur. İtalyancada ana madre olaraq yazılır. Ögey ana isə matrigna. 16-cı əsrə aid olan orijinal versiyada matrigna olarak, yani ögey ana olarak Şah İsmail'in ögey anasını öldürdüğü vurgulanır. Adre olarak vurgulanır. Yani ögey anasını. Niye göre öldürür? Venetsiyyalı müəllif bunu bu cür izah edir ki, həmin qadın Şeyx Heydərin öldürülməsindən sonra ki, birisi ki, Şeyx Heydəri Şirvanşahlardan Ağqoyunluların birləşmiş ordusu öldürür. Hətta belə deyək də Ağqoyunlular öldürürlər. Yani onun sırf öldürülməsi epizodu Ağqoyunlularla əlaqədar olur. Şeyx Heydərin öldürülməsindən sonra bu qadın deməli Şeyx Heydəri öldürən, onun öldürülməsində iştirak edən Ağqoyunlu əmirlərindən biri ilə evlənir. Şah İsmail də bunu təbii ki uşaq vaxtlarından etibarən beynində bir xəyanət kimi, yəni bunun hafizəsində qalır və daha sonra iqtidara gələndən sonra ilk işlərindən biri həmin qadının öldürülməsi olur. Mən əlbəttə ki, yəni bu Şah İsmailin fəaliyyətlərinin haqlı olduğunu söyləmək üçün bunları anlatmam, amma yəni fakt odur ki, yəni ögey anasını öldürür. Aləmşah bəyim isə daha sonraki illərdə də həyatını sürdürür və dediyim kimi Ərdəbildə vəfat edib 1522 və ya 23-cü ildə. Belə bir iddia var ki, Şah İsmail güya ki öz bütün düşmənlərinin qəbirlərini açdırıb, nə bilim, qəbirləri yandırıb, nəsə belə, xüsusən də Şirvanşahlarla bağlı. Amma mən açığı İçəri şəhərdə onların qəbirləri var. Bilmirəm indi o qəbirlər boşdur yoxsa nədir? Bununla bağlı nə deyə bilərsiniz Namiq müəllim? Sovet arxeoloqları Şirvanşahlar sarayı ərazisində arxeoloji araşdırmalar aparırlar. Və orada məlum olub ki, Şirvanşahlar və onların ailələrinin məzarlarındakı o insan qalıqları hələ də oradadır. Ona görə də onların yandırılması və s. haqqında da məlumat necədir? Tarix araşdırmalarında belə bir xüsusiyyət var da, məsələn, salnamələrdəki faktlar arxeoloji artefaktlarla uyğundurmu? Bəli. Bunlar bir-birini inkar edirmi, etmirmi və s.
numizmatik materiallar var mesela. Bu uzun bir söhbətdir ama fakt odur ki bu adamların eğer sümüyü oradadırsa, belə deyək ki, sadə dildə izah edəcək olmasa, bu adamların sümüyü eğer oradadırsa deməli yandırılması haqqında fikir deməli tamamən absurd. Amma bu yandırılması haqqında fikir haradan ortaya çıxır? Mən bunu da sizə deyim. Deməli, bunu önə sürən elə Səfəvi zamanının salnaməçiləridir. İlk salnaməçilərdən birisi də Həbib-ü-Siyər adlı əsərin müəllifi olan Yasəddin Xandəmir olmuşdur. Şah İsmailin son ilində, hətta 1524-cü ilin yanvar ayında əsərini tamamlamışdır. Yəni Şah İsmailin ölümündən bir neçə ay əvvəl. Orada belə bir ifadə işlədir. Deyir ki, Şah İsmail Şirvanı aldıqdan, Bakı şəhərini fəth etdikdən sonra deyir, Şirvan şahların məzardakı sümüklərinə od vurdu. Bunu məcazi mənada əslində ifadə edir. İndi də vardı, məsələn, sanki filan kəsə od vurdu deyir. Od qoyursa, bəli. Od deyir, getdi ona od vurdu. Yəni bu şərq dünyasında var, yəni bu cür məcazi anlamlar, amma Avropa oxucusu onu anlamır. Bəli. Avropalı oxucu bunu hərfi mənada anlamır. Bəli. Digər məsələn iddialar da var. Yəni ki, çiğ ət yeyirdilər deyək. Bəli, bax onu soruşacaqdım sizdən. Çiğ ət yemək. Xüsusilə də bu Ağqoyunlu sülaləsindən olan bir nəfər adı yadımdan çıxıb. Bu İranın mərkəzində vilayət hakimi idi, deyir, kabab çəkib yedilər. Xüsusilə mən Murad bəy deyirsiniz. Murad bəy deyirsiniz. Yəni bu birisi necədir? Məsələn, çiğ yeyərəm. Bax bu ifadə də deyək ki, yenə də qarşısında meydan oxumaq anlamında məsələn, Səfəvi əsgərləri o qədər şücaətli idilər ki, düşməni çiğ yeyirdilər. Görürsünüz məni? Yenə də bunu Avropalı hərfi mənada. İndi məsələn siz bu kəlməni çevirin ingilis dilinə, orada təbii ki, heç bir məcazi məna axtarmayacaq Avropalı oxucu, düzdür? Amma şərq dünyasında bu cür ifadələr var. Od vurdu, nə bilim, çiğ yeyərəm məsələn səni məsələn deyir. Öz üstünlüyünü məsələn orada ifadə etmək istəyir. Amma burada ikinci bir şey də var. İslamdan əvvəlki inanclarımızda, bu daha sonra Moğollarda da uzun müddət öz varlığını sürdürür eyni inanclar. İslam öncəsində ortaq həyat şəraitinə malik idilər, eyni mühitdə, hətta soy mənşələri də ki, eyni olan xalqlardır bunlar və s. Türklərin böyük əksəriyyəti İslamlaşdıqdan sonra Moğollarda o əski inanclarda öz varlığını daha sonra əsrlərdə də sürdürmüşdür. Yəni burada müəyyən inanclar var ki, bunlar hətta 16-cı əsrdə də öz varlığını sürdürür. Məsələn, igid öləndən sonra atın quyruğunun kəsilməsi. Xatırlayırsınızlar, Hədə Qorqudda Leylək öləndə onun atının quyruğunu kəsirlər. Bu yəni bizim qədim inancımızdır. Şah İsmail də öləndə eyni formada. Onun atının quyruğu kəsilir. Niyə görə? İgid öləndə atının quyruğunu kəsmək lazımdır. Bu bizim köhnə inanclarımızdandır. Və yaxud da öldürdüyün düşmən hökmdarının kəlləsindən ədəh hazırlayıb, qırağına qızıl tutdurub, ondan şərab içmək. Bozqır mədəniyyətində ta ki İskitlərdən etibarən var olan bir inancdır. Müxtəlif Türk xalqları arasında da var olan bir inanc. Peçeneglər Niyaz Sviatoslavı öldürəndə Peçeneglərin hökmdarı nə etdi? Sviatoslavın başından ədəh hazırlatdırdı. Qırağına qızıl tutdurdu və ondan şərab içdi. Türk xalqlarının böyük əksəriyyətində var olan bir inancdır və İslamiyyət dönəminə də intiqal edən bir inanc oldu. Eyni zamanda Moğollarda da var idi belə bir inanc. Bu nə deməkdir? Bu o deməkdir ki, birisi bizim qədim inanclarımızda ruh xüsusi bir önəm ərz edir. Hətta bu gün də xalq inanclarında, fıqlanlarında müəyyən şeylər var. Deməli, bu öldürdüyün düşmən hökmdarının kəlləsindən tiyalə hazırlatdırıb ondan şərab içəndə, o hökmdarın həyatda ikən malik olduğu ehtişam nə olurdu? Sənə intiqal etmiş olur. Artıq onun həyatda ikən sahib olduğu ehtişama, onun qüvvəsinə və s. sən sahib olurdun. Onun ağlına, şuuruna və hakimiyyətini sanki bu şərabı içməklə simvolik olaraq sən əldə etmiş olur. Eyni zamanda onun ehtişamını da öz həyatında sürdürmüş olur. Şah İsmail məsələn Şeybani xanı öldürür, o da eyni cür addım atır. İndi bu əski inancları anlamayan insan üçün bu tamamilə anlaşılmaz bir şey. Zənn edir ki, intiqam almaq anlamında belə bir addım atılmır. Əksinə, tam əksinə, həqiqətən də böyük bir hökmdar olmalıdır o adam ki, onun başından belə bir ədəh hazırlansın. Çünki sıradan bir şəxsin ehtişamı olacaq ki, deyək ki, bir ayrı adama intiqal etsin və s. Bu cür bir inancla əlaqəli bir şeydir. Yəni Səfəvi dövründə hələ də qədim
türk inanclarından müəyyən elementlər öz varlığını sürdürürdülər. Və yaxud da ayrı bir şey deyim. İndi Şirvanşahlarla əlaqədar o fikrin yanlış olduğunu dedik. Amma məsələn digər bəzi yerlərdə həqiqətən də əzarların dağıdılması olub. Yəni bunu inkar etmək mümkün deyil ümumiyyətlə. Bu barədə məsəl üçün mən sizə bir fakt deyim. Mahmud Asifi adında bir adam var. Bu adam Herat şəhəri qızılbaşlar tərəfindən fəth edildi. Bax, orada məsələn onun bir yazdığı xatirələr var. Yazdığı xatirələrdə bu məsələlər izah olunur. Məsələn, xüsusən də Heratda deyək ki, o müəyyən şəxslərin edam edilməsi və s. və yaxud da oradakı müəyyən o ziyarətgahların dağıdılması və s. Yəni bu da nə ilə əlaqədardır? Yeni bir imperatorluq inşa edilirdi. Bu özündən əvvəlki imperatorluqların ideoloji mirasına son verib onun üzərində. Məsələn, mən sizə bir örnək verim. Sovet hökuməti qurulan vaxt köhnə monarxiya hakimiyyəti ilə əlaqədar olan simvollara nə oldu? Son verildi, ortadan qaldı. Xüsusən Sovetin son illərində və ya Sovetlərdən sonra Sovetdən qalan simvollar nə oldu? Ortadan qaldı. Heykəllər falan, heykəli, Leninin heykəli falan və bunlar ortadan qaldı. Düz deyil. 26-ların belə qismasında, yəni qəbrin çıxartdıq, apardıq başqa yerdə dəfn elədik. Bəli. Bax, eynən, bax. Bəli, həqiqətən də. Yəni Səfəvi imperatorluğu təbii ki, fərqli bir ideologiyaya malik idi. Bir imperatorluq inşa edilirdi. Bu imperatorluq inşa edildiyi vaxtda nə edəcəkdi? Həm əvvəlki imperatorluqların simvolu, həm də ondan əlavə həmin vaxt Səfəvilərin ətrafında var olan digər imperatorluqların da hətta iddia etdikləri, sahiblənmək istədikləri mirası və simvolların nə edildi? Ortadan qaldırıldı. Və onun yerinə öz simvollarını yerləşdirilmişdi. Elə bir ölkə yoxdur ki, orada belə şeylər olmasın. Elə bir dövlət, elə bir səltənət yoxdur. Onda biz tarixə ona görə yanaşacağıqsa, hər şeyin mənfi çalarlarını qabardıb, müsbət cəhətlərini deməyəcəksə, onda gərək biz əl çəkək hər şeydən. Deyək ki, bütün hamısı pis olur. Namiq müəllim, deməli belə bir iddia da var. Çaldıran döyüşündən əvvəl İsmayıl Osmanlılara qarşı Xaçlılarla, yəni Avropalılarla ittifaqa girib, Osmanlılara qarşı fəaliyyətə başlayıb, Qərb koalisiyası ilə birlikdə zəiflətmə və məhv etmək siyasəti yürüdü. Bununla bağlı nə demək olar? Mən sizə onu deyim də, əvvəla Osmanlı tarixini araşdıran alimlər də vurğulayıb, o dövrün mənbələrində də var zaten. Nə qədər ki Səfəvilərin Avropalılarla əlaqəsi var idi, ondan bir 10 qat, 20 qat artıq Osmanlıların münasibəti var idi, yəni Avropalılarla. Və az əvvəl də dedim ki, bu Osmanlı tarixinin araşdırmacıları vurğulayıb, nəyi vurğulayıblar? Sultan Səlim Şah İsmailin əleyhinə müharibəyə başlamadan əvvəl Avropanın bütün dövlətləri ilə anlaşmışdı, onlarla sülh müqaviləsi imzalamışdı, elçi mübadilələri olmuşdu və s. Azərbaycanla olsun, Avstriya ilə olsun, Rusiya ilə olsun və s. belə. Eyni siyasəti Osmanlı da aparırdı. Yəni burada siyasi mənfəətlər önəmlidir hər bir ölkə üçün. Osmanlının mənafeyi o idi ki, Avropalılarla müqavilə imzalasın, Səfəvilərlə müharibə aparsın. Əlbəttə ki, o dövrdə Avropalılar da həm Ağqoyunlu zamanında, Uzun Həsən zamanında, həm də Sultan Yaqubun zamanında da o ilk vaxtlarında müəyyən qədər bu fəaliyyətlərini sürdürürlər. Amma daha sonra Sultan Yaqubun Osmanlı ilə artıq anlaşdığının fərqinə varınca artıq bu fəaliyyətlərini sonlandırırlar. Amma daha sonra Şah İsmailin iqtidara yüksəlməsi ilə birlikdə, xüsusən də Venesiyalılar və daha sonra digər bəzi Avropalı ölkələrin nümayəndələri Səfəvi sarayına sürəkli ziyarət edirlər, şahla müəyyən müzakirələr aparırlar və s. Yəni burada ilk addımı Səfəvilər atmır. İlk addımı Avropalılar atır. Səfəvilərlə Osmanlılar arasında olan mümkün müharibədən özləri üçün hansı şəkildə istifadə edə bilərlər. Amma eyni zamanda həmin Avropa ölkələri, yenə də deyirəm, Osmanlı ilə sülh müqaviləsi imzalayırlar. Bir-birlərinə hücum etməmək haqqında müqavilə imzalayırlar. Yəni ikili siyasət yürüdürlər. Səfəvilərə söz verirlər ki, Səfəvi-Osmanlı müharibəsi zamanı biz də Osmanlılara hücum edəcəyik. Amma eyni zamanda Osmanlılarla da gedib müqavilə imzalayırlar ki, Səfəvilərə hücum edə bilirsinizsə, buyurun hücum edin. Biz sizə hücum etməyəcəyik. Yəni burada sadəcə Səfəvilərin Avropalılarla münasibətlərindən sadəcə söz açmaq yanlış olar. Osmanlının da eyni şəkildə Avropa ilə münasibətləri var. Onu da sizə deyim ki, Səfəvi-Osmanlı müharibələri zamanı real olaraq Avropalılar Səfəvilərin yanında heç vaxt yer almayıb. Yəni Səfəvilərlə ortaq bir şəkildə Osmanlıya heç vaxt hücum etməyiblər. Və Səfəvilərə verdikləri müəyyən vədlər də var idi. Onların heç birini icra etməyiblər. Məsələn, 5-ci Karlın məktubu var Şah İsmayıla. Get çatır, deyir ki, biz inanmırıq ki, siz oradan hücum edərsiniz, biz də buradan hücum edirik. O məktub da çatanda Şah İsmail onsuz rəhmətə getmişdi.
tədqiqatçıların müəyyən hissəsi onların da həqiqi sənəd olduğunu şübhə altına alırlar. Məhz o Karl'la Şah İsmail arasında. Düşünün, Şah İsmail öləndə 5 il sonra gəldi onun elçisi gəlir, çıxır deyirlər, elə anlatımlar yazırlar. İmkansız bir şeydir ki, Alman və İspan imperatoru eyni zamanda həm Alman həm İspan. Şah İsmailin ölümündən xəbərsiz olsun. Şah İsmailin ölümündən sonra məktubuna cavab versin və s. Onun elçisi illər sonra gəlib çatsın Səfəvi sarayına. Əlbəttə ki, Səfəvilərin, yenə deyirəm, Avropa ilə məktublaşmaları da var idi. Avropalılar çox ətraflı şəkildə məlumata malik idilər. Səfəvilərdə olan hadisələrlə əlaqədar. Yəni, ola bilməz ki, onlar illər sonra nəsə xəbər tutsunlar. Səfəvilərin bəli münasibəti var, amma müəyyən mərhələdə o səbəblərlə anlamışdılar ki, Avropalılar bunlara real olaraq kömək etməyəcəklər. Amma sadəcə niyə görə bəs bu əlaqələri sürdürülürdü? Bu əlaqələr əslində siyasi səbəblərdən, daha çox iqtisadi səbəblərdən sürdürülürdü. Səfəvilərin Avropa ilə iqtisadi münasibətləri inkişaf etdirməyə ehtiyacı var idi. Mən sizə bir fakt deyim. Bilavər Əzimli var idi bizim həmkarımız. Allah rəhmət eləsin. Onun hazırladığı elə namizədlik işi sırf bu məsələyə həsr olunmuşdu. Yəni Səfəvilərin Avropa ilə iqtisadi münasibətləri. Bax, həmin o iqtisadi münasibətlər idi ki, bu Avropalıların saxta vədlər vermələrinə rəğmən Səfəvilər onlarla münasibətləri sürdürürdülər. Çünki iqtisadi əlaqəyə ehtiyacları var idi. Təkmilat-ül Əxbarın tərcüməsində oxumuşam ki, Şah Təhmasib o vaxt 1520-ci illərdə təxminən 20-ci 30-cu illərdə Firəng elçilərdə orada belə yazır. Yeri gəlmişkən bunu da qeyd edeyim, tamaşaçılarımız bilsin yəni ki, necə ki Avropa mənbələri Şərq ölkələrini Ptolemeyin dövründən qalan adlarla adlandırırdı, o cür də Şərq Avropanı 11-ci 12-ci əsrdən qalma adlarla adlandırırdı. Məsələn, Avropanın əksəriyyəti Firəngistan adlandırılırdı. Firəng elçiləri gəlib onu Ruma qarşı, Rum yəni Osmanlı, Ruma qarşı müharibəyə təhrik edəndə o qayıdır deyir ki, bu vaxt Xandigar cihaddadır, qəzavatdadır, mənə yəni yaraşmaz ki, özü Səfəvi nümayəndələri də deyirlər ki, fürsətdir, biz hücum edək, itirdiyimiz əraziləri geri qaytaraq Şərqi Anadolunu. O isə deyir ki, yox, Xandigar cihadda olanda mənə yaraşmaz ki, hücum edeyim ona sarı. O dövrdə yazılan Səfəvi mənbələrində, məsələn Həsən bəy Rumlunun Əhsən Təvarix adlı əsərində və digər Səfəvi mənbələrində Osmanlıların Avropa ilə müharibələri şərh edilərkən Osmanlılara böyük bir simpatiya Bəli. Xüsusən də dəniz vuruşması var. Elə hamısı fərq eləməz. Elə hamısı, məsələn Sultan Süleymanın Azərbaycanı fəth eləməsi, hamısı və İstanbulun fəth edilməsi, təbii ki, o Səfəvi hakimiyyətinin əvvəl olma Həsən bəy Rum məsələn onu da anlatır öz əsərində. Böyük bir iftixarla anlatır bunları. Osmanlıya simpatiya ilə anlatır. Heç də Avropaya simpatiya ilə anlatmır. Bu da önəmli bir faktdır. Və bu müəlliflər də təbii ki, Səfəvi sarayından maaş alan müəlliflər idilər. Hökmdarın siyasətinə zidd, orada təbii ki, ifadələrə Avropa ilə münasibətlərdə Osmanlı münasibət təbii ki, bunların yer vermələri mümkün deyil. Olan hadisələr, faktlar təbii ki, yer ala bilərdi, amma siyasi münasibət ayrı cür ola bilərdi. Düzdür, məsələn, deyək ki, Osmanlıya simpatiya ilə bu məsələlər şərh olunmazdı. Əgər Səfəvilərin Avropa ilə belə bir ittifaqı Osmanlı əleyhinə mövcud olsaydı əgər, Səfəvi saray müəllifi Avropanın əslində Osmanlı ilə müharibəsində Avropanın yanında olması lazım. Səfəvi müəllifləri böyük bir simpatiya ilə, böyük bir iftixarla anlatırlar Osmanlının Avropa dövlətləri üzərindəki müzəffər fəaliyyətlərini, orada yürütdükləri fəth siyasətlərini və s. Yenə deyirəm, Səfəvilərin Avropa ilə müəyyən münasibətləri var idi və bu münasibətlərin də əsas səbəbi iqtisadi amil idi. Amma Səfəvilər müəyyən bir mərhələdən sonra Avropalıların bu siyasətinin bir saxtakarlıq olduğunu anlamışdılar. Bir də son sualımı da deyim, Namiq müəllim. Çaldıran vuruşmasında belə bir fakt qeyd olunur ki, Şah İsmail güya döyüş meydanında öz həyat yoldaşını tərk edib, qaçıb gedib İsfahana. Hətta eşidir ki, oradan Səlim də gəlib Təbrizi tutur. Bu çörəzada çıxmır, mağaralarda gizlənir. Yəni belə bir iddialar irəli sürülür. Eşiləndə ki, güya Səlim Təbrizi tərk elədi, getdi, ondan sonra gəlir təzədən Təbrizdə öz taxtına. Bəlkə də sual yarana bilər ki, niyə görə məsələ üçün də mən Avropalı müəlliflərə daha çox istinad edirəm. Çünki Avropalı müəlliflər bu məsələdə neytraldılar. Mən ona görə daha çox onu. Mən hansı Azərbaycan aliminin adını burada söyləsəm, bəlkə də fikirləşərlər ki, bu Azərbaycan alimidirsə, yəqin ki, bəli, Səfəvilərin tərəfini tutur və s. belə. Roger Savory adlı bir İngiliz alim var. Özü sırf Səfəvi-şünas bir alim idi. Çox sayıda əsərləri var, məqalələri var, anagrafiyası var və s. Yəni Səfəvi araşdırmacıları arasında Ərb aləmində, Avropada xüsusən ən önəmli araşdırmacılardandır. Hətta mən gəlib bəlkə də ən önəmli araşdırmacı. Roger Savory'nin Hacılı xanım adlı bir məqaləsi var. O məqalədə Roger Savory həm Osmanlı mənbələrini araşdırır, həm Səfəvi mənbələrini, həm Avropa mənbələrini və s.
Hacılı xanımın əsir edilmədiyi nəticəsinə varır. Az əvvəl dediyiniz həmin o İtaliyalı müəlliflər, Venesiyalı müəlliflərdən söz açdınız siz. Həmin o Venesiya mənbələrində onların arasında tacir var. Sizdə anonim Venesiyalı tacir deyə anılan bir adam var. Çaldıran müharibəsi zamanı, daha doğrusu ondan əvvəlki zamanlarda Azərbaycanda olub. Amma həmin o Angelello dediniz, Katerino Zenoki dediniz, onların ölümündən sonra bu onların səyahatnamələrini uzadan, onlara zeyillər hazırlayan şəxslər Çaldıran savaşından söz açarkən deyirlər ki, Şah İsmayıl xanımı, Hacılı xanımı da yanına alaraq Təbrizdən ayrıldı. O dövrün Venesiyalı mənbələrində olan bir məlumat. Daha sonra Səfəvi mənbələri də eyni faktlardır. Səfəvi mənbələri də Hacılı xanımın Çaldıran savaşında şəxsən iştirak etdiyi və oradan sağ-salamat ayrılıb yenidən şahın yanına gəldiyini xüsusi olaraq vurğulayır. O özü də iştirak edib orada. İştirak təbii ki, əlbəttə deyirlər ki, ailəsi yaxınlığındaymış və Hacılı xanım da savaşda iştirak edir. Daha sonra Osmanlı mənbələri də eyni zamanda. Mən sizə deyim ki, ilk zamanlarda bu Çaldıran savaşı sonrasında yazılan Osmanlı mənbələrində də Hacılı xanım haqqında ümumiyyətlə onun əsir düşməsi haqqında heç bir məlumat yer almır. Ədai Şirazi adlı bir Osmanlı müəllifi var. Bu özü İranlıdır, amma sünni olduğu üçün Osmanlı'nın tərəfində yer alır. Ədai Şirazinin Səlimnaməsi var. Çox uzun bir əsərdir. Şah İsmaildən çox narazı olan bir adamdır. Şah İsmail haqqında həqarətlər yazılan. 1520-21-ci illərdə hazırlayıb. Bir kəlmə belə Hacılı xanımın əsir düşməsi və yaxud da Aləmşah bəyimin öldürülməsi haqqında heç bir məlumat vermir. İlk dövr mənbələrdir. Hardandır bu məlumatlar? Bu məlumatları ortaya atan 16-cı əsrin son illərində, baxın, bu hadisədən uzun illər sonra, 16-cı əsrin son illərində əslən İsfahanlı olan, yenə də İranlı sünni bir ailədəndir özü, Xoca Saadəddin Əfəndi. Osmanlıda yüksək vəzifələr tutan bir adam olub, hətta bir müddət Osmanlıda Şeyxülislamlıq məqamında belə yüksəlib. Xoca Saadəddin ilk dəfə, o da 100% vurğulamır ki, Hacılı xanım əsir düşüb. O deyir ki, bu arada iki dənə məlumat var. Bir məlumata görə döyüşdən xilas olub oradan ayrılır. Bir məlumata görə isə ola bilsin deyirlər əsir düşür. Bax, belə bir şayiə şəklində beləymiş. Amma 17-ci əsr Osmanlı müəllifləri artıq sanki həqiqətən də real bir hadisə kimi oxuculara izah ediblər, anlatılır. O dövrdə Səfəvilərlə Osmanlılar arasında ideoloji, eyni zamanda psixoloji bir savaşda var idi və Osmanlı müəllifləri Şah İsmailin anasını öldürülməsi, daha sonra arvadının əsir düşməsi falan kimi belə şayiələr uydurmaqla, eyni zamanda Səfəvilər bu şayiələrlə bir növ sıxışdırırdılar, onları hörmətdən salmaq istəyirlər. 16-cı əsrin sonlarında uydurulmuş olan bir şey. İndi belə bir şey də var ki, Hacılı xanım əsir düşüb güya. Daha sonra Nəsib Paşazadəyə öz qızıllarını verib güya. Nəsib Paşazadə də bunu artıq əsirlikdən buraxıb. Yəni bu tamamilə absurd bir iddiadır. Birincisi, həmin müəlliflər iddia edirlər ki, Hacılı xanım əlində qılınc vuruşurdu. Əlində qılınc vuruşan bir xanımın üstündə qızıl, nə bilim, cəvahirət neyinir. İkincisi də ki, Sultan Səlim bilirsiniz də zalim bir hökmdar oldu. Bəli, Yavuz deyirlər. Bəli, bu fakt əgər mənbələrdə əksini tapırsa, bunu hamı bilir. Belə bir adamın sağ qalması mümkün idimi yəni? Şahın həyat yoldaşını əsir sonra qızıllarını alıb buraxıb. İkincisi, qızılları Hacılı xanımın ona verməsinə nə ehtiyac var? Və əsir olan bir şəxsin nəyisə müzakirə eləmək, özü bir imtiyaz əldə etmək, nəyisə verib xilas etmək imkanı mı var? Üçüncüsü, Nəsib Paşazadə Hacılı xanımı əsir alıb Sultan Səlimin huzuruna aparsaydı, ondan da çox bir qızıl elə Sultan Səlim verərdi ona. Bunlar tamamilə absurd və Osmanlı müəlliflərinin çox sonralar uydurduqları hadisələr bunlar yəni. Çünki ilk zaman Osmanlı müəllifləri belə bir iddia etmirlər. Hacızadəyə güya Hacılı xanımın ərə verildiyi haqqında bir iddia var. Sultan Səlimin saray adamlarındandır. Hacızadənin deməli həyatı haqqında ən səhih, ən ətraflı məlumatı Aşıq Paşazadə adında bir Osmanlı müəllifi var. O deməli onun həm də müasiri olub. Hacızadənin müasiri. O yazır. Orada onun bütün həyatını anlatır. Çaldıran səfərində iştirakını falan. Amma Hacılı xanımla bağlı heç bir fikir orada önə sürmür. Yəni də heç bir. Yəni belə bir şey olsa həqiqətən Hacılı xanımla evləndirilsəydi əgər, bu adamın ilk tərcümeyi halını yazan adam Aşıq Paşazadədir. Elə onun əsərində bu faktın yer alması lazım. Roger Savory İngilis bir araşdırmacı, o məsələni ətraflı araşdırır. Ondan əvvəl Seyid Ağa Onullahi, məsələn, Azərbaycanlı alim Seyid Ağa Onullahi'nin 1981-ci ildə çıxan
Fazlı xanım adlı bir məqaləsi var. Hələ Seyid-Əlidən 20 il əvvəl. Amma mən niyə məsələn onun adını anlamadım? Çünki deyəcəklər ki, bu Seyid Ağaoğlu Azərbaycanlı müəllifdir. Bu yəqin ki, Səfəvilərə simpatiya edir. Amma Roger Seyid-Əli'nin Səfəvilərin simpatizanı adlandıra bilmərik ki, mümkün deyil. Çox təşəkkür edirəm Namiq müəllim. Çox möhtəşəm müsahibə oldu. Hesab edirəm ki, əgər siz də razı olsanız, bizim Səfəvilərlə bağlı növbəti verilişimiz də olar. Bu oxucularla da bağlı, oxucuların da marağına səbəb olar. Əgər izləyicilər siz də istəyirsinizsə şərh bölməsində yazın. Bu fikirlə, bu müsahibə ilə də bağlı fikirlərinizi qeyd edin. Namiq müəllim, mən sizdən inşallah növbəti müsahibə üçün də vaxt istəyəcəm. Əgər imkan olsa, Səfəvi mövzusunu davam etdirək. Çünki çox mühüm mövzudur. Çox mühüm faktları burada siz açıqladınız. Mən sizə çox minnətdarlığımı bildirirəm ki, özünüzün işiniz həddindən artıq olduğu bir dövrdə bizə vaxt ayırdınız. Bir daha sizə minnətdarlığımı bildirirəm. Bu qədər hörmətli izləyicilər. Namiq müəllim, son sözünüz varsa deyə bilərsiniz. Buyurun. Çox sağ olun. Mən də minnətdarlığımı ifadə etmək istəyirəm sizə. İnşallah ki, izləyicilərin də yeni sualları olarsa, mən yenə də hazıram. İnşallah ki, daha sonraki zamanlarda yenə də bu cür ünsiyyətimizi sürdürərik. Təşəkkür edirəm sizə. Kanala abunə olmağı, like düyməsini sıxmağı unutmayın. Növbəti verilişlərdə görüşənə qədər. Sağ olun.